Reykjavik şəhəri İslandiya. İkinci gündəyik. Səhər oyandıq. Elə hosteldə səhər yeməyini yedim. Saat 11-dir, 12 işləyib. Yəni dünənki pulsuz parking yerinə gedəcəm. Maşını orada saxlayıb, orada yaxınlıqda bir neçə böyük marketlər var idi. Onlara baxmaq istəyirəm biraz. Daha sonra 12-yə doğru 1-ə işləmiş falan gedəcəm tur şirkətində check-in eləməyə. Çünki 13-15-də balina izləmə turuna qatılacam. Ümid edirəm nəsə görə biləcəyik. Bir 3 saatlıq tur olacaq. Bir neçə adanın yanından keçir, müəyyən bölgələr var, ora gedir. Bu turda delfinlər, suitilər, nə bilim, puffin quşları, ən əsasda bir neçə növ balina görmə şansı var. Amma şans məsələsi təbii ki. Gedək görək necə olur. Bugünün demək olar ki, böyük qismi burada keçəcək. Oradan yəqin saat 4-5-ə qayıtmış olacam. Daha sonra gəlib biraz dincələrəm. Axşam isə Sky Lagoon-a gedəcəm. Orada bir 2-3 saatlıq dincəlmək. Bugünü belə tamamlayacam. Reykjaviklə də sağollaşmış olacam. Dünən onsuz da ələk-vələk elədik buralı. Gəzdik demək olar ki, bütün küçələrini. Bugün biraz alış-veriş, sadəcə gəzmək. Bugün yürüyüşdən daha çox alış-veriş, hədiyyəli şeylər almaq və turlara qatılıb dincəlmək. Çünki sabahlarım daha hərəkətli bir günüm olacaq. O barədə daha sonra məlumat verəcəm. Hələlik isə gedək. Hələlik isə gedək pulsuz parkingimizə. Demək, belə bir yerə gəldim. Burada daha çox outlet mağazalar, böyük supermarketlər var. Bunlardan biri də budur, Krona. Bura girəcəm elə. Həm su alacam yol üçün, həm də daha görək hədiyyəli bir şeylər tapa bilirikmi? Çünki şəhər mərkəzindəki gift shoplarda qiymətlər aşırı bahadır. Burada da yerlilərin önərdiyi gəlib neysə alırsınızsa, bu belə supermarketlərdən almaqdır. Yəni yerlər özləri də məsləhət bilirlər ki, gift shoplardan almaqdansa gəlin belə supermarketlərdən alın. Çünki həqiqətən dünən baxdım, qiymətlər aşırı baha idi. Qiymətlər çox bahadır. Heç nə görək içəri çəkiş elə bilsəm, çəkəcəm. Edə bilməsəm də çıxanda məlumat verərəm. Yəni, çox az şey var içəridə. Hədiyyəli ümumiyyətlə heç nə yoxdur. İndi qarşıda bir dənəsi də var. Bonus deyə. Ora gedirəm. Mağazalarda bir şey tapanmadım. Xəyal qırıqlığı. İndi elə gedirəm tur şirkətinin yanına, orada check-in edəcəm. Harborda biraz vaxt keçirib, daha sonra tura qatılacaq. Bir şey qalmayıb. Tura bu gəmi ilə gedəcəyik. Emily Rose. Hələ bir 40 dəqiqə vaxtımız var. 40 dəqiqə sonra minib başlayacaq. Burada belə eyni qədər turlar var, tur şirkətləri var. Məsələn, ən məşhur olanı budur. Building. Harda yazsanız birinci bu çıxır qarşınıza. Mən bunu seçdim. Daha maraqlı görsəndi mənə. Onu da pis deyilmiş. Bir də bu şəkildə motorlarla gələnlər var. Bunu da fikirləşdim, amma bunda oturduğun yerindən tərpənə bilmirsən. Yəni, harda oturdun, elə oradan da baxsın, səhərsin. Böyüklər yaxşı ki, heç anda sağa-sola hərəkət eləyə bilirsən, nə bilim, boylanırsan, ilgisini alsan da bu tam suya yaxında, amma bunda yerindən tərpənə bilmirsən. Elə oturduğun yerdəsin. Ona görə biraz düşündürdü, son qərarım o oldu. Hallo.
Tur başladı. Təxminən bir yarım saat olar yola çıxmışıq. Sağda solda adalar var. Adalar da haqqında məlumat verir. Nə bilim vulkanlar var. Vulkanlar haqqında məlumat verir. Təbii ki, əsas məsələ balina görməkdir. Onu da ümid edirəm görəcəyik. Hava bugün dünənə nisbətdə xeyli yaxşıdır. Ən azından günəş var, aydındır hava. Amma külək dəhşət. Dənizdə də ki, məlum məsələ. Təxminən 1 saat olacaq yoldayıq. Artıq 50 dəqiqə, 55 dəqiqədir. Hələ ki, düppədüz gedirik elə. Sadəcə, bax, orada görsənirmi bilmirəm. Puffin quşu var. Bayaqdan turlayır burada öz üçün. Bayaq hətta yaxınlıqdaydı. Bir dənə elə özüdür, fırlanır özü nəsə balıq axtarır yəqin ki. $12, 500 meters. So keep an eye on it. If you see a part of his body coming to the surface. Now, it pop up at the surface again. I like you to look on on the right part. Okay. The main whale at 1 o'clock. So you saw it at the surface again. You can dive, we will come back. So you're gonna do a few pop-up at the surface. So this one is the minke whale also. He will pop up again. He's gonna come back at the surface of the water. So now we should be between 9 and 10. Yeah. Maybe we'll pop up again. So yeah. And now we dive. So you're gonna stay maybe longer underwater. In any case, I invite you to keep an eye on.
Hardayıq? Sky Lagoon'dayıq. Gəldik biraz burada dincəlməyə. İndi biraz ətrafı göstərim sizə. Təxmin edin ki, indi saat neçədir? Havaya baxın bir dənə. Saat tam tamına 12-20 dəqiqə qalıb. Gün batmaq üzrədir, 10 dəqiqəyə batacaq. Amma hava elə bil ki, nə bilim saat 5'dir, 6'dır. Belə bir şeydir.